Aksoy Production'ın təqdimatında Vakselin baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar: Min Bərəkət Halal Nemət, Jale Şirələri, Ülker Ticaret Markası. Kızlar, birinci seriyamız yadınızdadır. Üzümə tort vurmuşdular. Səni? Az 3 dənə yuxarıda, 3 dənə aşağıda. Yadınızdadır. Sənin üzvə. Hə də. Mən bağda idim. Qarabəxtə bəri. Mübarizə apara bilmədilər bizlə. Bəs siz bilmirsiniz ki, Mərdan bizlə, xoşbəxtliklə mübarizə aparma olmaz. Bax, o gündən başlayaraq xoşbəxt hərəkata başlayır. Və bu hərəkata hamını cəlb edir. Nə hərəkatı xoşbəxt? Bəli. Bu xürrəmilər kimi. Sənin də elə bildiyin odur ya. Neyim da? Cürbəcür hərəkatlar var da. Bu da xoşbəxt hərəkatıdır. Hamını bu işə cəlb edib, hamını. İşə baxın, kimin kimdən xoşu gəlmir, üzünə tort vurur. Heyfdir də əvvəllər. Saç yolardı, üz cırardı, qara qışqırıq salardı. Günlər vardı. Yoxsa ki, tort vurmaq. Əşi, nə olub, nə olub? Kim kimə tort vurur? Hamıya tort vurub. Hamıya. Xoşbəxt də ki, aləmi qatıb bir-birinə də. Mərdan. Hər dəfə onu ələ salır. Amma bu dəfə alınmadı. Xoşbəxt xala, necəsən? Məni Mərdan əmi gətirib sənin yanına ki, sən darıxmayasan. Mən sənin üçün şeir də yazmışam. İndi o şeiri sənin üçün oxuyacağam. Xoşbəxt xala, necəsən? Mən bir ay, sən gecəsən. Al Mərdanı becəsən. O pişik, sən cücəsən. Necədir? Onu gətirmişəm ki, burada tək olanda darıxmayasan da söhbət eləməyə adam olsun. Nə qədər danışacaqsan, onu danışmaq da olmur. Xoşuma gəldi. Mərdan, sən nə dedin? Xoşbəxt xala? Cücə. Nə? Xoşbəxt xala, düz sifətinin ortasından, düz sentrından. Məni burada tək qoya bilərsiniz. O xoşbəxt xala sözünə görə səni tortla güllələyərdim. Amma bu hərəkət xoşuma gəldi. Sən vurmasaydın, mən vuracaqdım. Bu bir tort. Hurra! Bilirsiniz kim vurdu? Samirə. Afərin Samirə. Xoşbəxtin davamçısı, xoşbəxtin sağ əli. Afərin. Samirə bunu yazıq yeni ulduz Elvinə vurdu. Hurra! Onu yazıq ilan vursun. Qızla 100% məsələndi. Orası elədi. Hurra! Samirə, səndə ayaqqabı mazı var. Hə, Elvin, var. Məni pərt eləmək istəyirdin də, hə? Də. Onda qulaq as. Xoşbəxtə Ülker Şirniyyatlar Dükanının kodeksinin 1-ci maddəsinə görə klient всегда praf. Amma klient özünü pis apararsa və satıcı ilə məzələnərsə, onda satıcı всегда praf. Yəni? Yəni. İndi keçək bizim aktrisamız Səadətə. Hə. Axilles rolunu oynamaq istəyir axı. Nə? Axilles də. Kim? Troya filmindən. Brad Pitt'in oynadığı rol. Brad Pitt. Gör necə Brad Pitt deyən kimi yadlarına düşdü. Bu vüsalda neynəsin? Deyir ki, ay qız, əl çək də. Bir dəfə sən heç olmasa Kleopatra rolunu arzula. Leyli rolunu arzula. Juliet'dən oyna. Bu kişi rolü niyə istəyirsən sən oynamaq? Doğrudan ki. İndi də Troyadakı Axilles kimi gəlmisən. Yaxşı, heç olmasa oradakı arvadlardan birini oynayaydın. İndi mən neyniyim, yaxşı. Elə bil ki, Brad Pittlə üzbəüz oturmuşam. Mən Brad Pittə, yəni Axillesə, nə deyim səni sevirəm. Angelina Jolie. Gəlib dodaqları ilə boğmaz mən. Angelina Jolie'nin dodaqlarını arzulayırsan? Nə oldu? Mən sənin təhqirlərinə çox dözməliyəm. Sən təkrar eləmirəm.
Elə bilirsən aktrisa, sən aktrisa deyilsən, sözünü udmaq asandır. Mən demirəm ki, sən aktrisa deyilsən. Bu şokolada duz vurub yemək kimi bir şeydir. Demirəm ki, şokoladın üstünə duz vurub yemə. Sən məni seçəndə səhnə dəlisi olduğumu bilmirdin. Bilirdim ki, dərsən, amma boyda da yox. Mən Lumière qardaşlarının kəşf elədikləri filmin kinoplonkasıyam. Lumière kimdir? Düşüm gəlməyib ki. Kimdir Lumière qardaşları? Bütün filmlərin inkası mənim üzərimdən Nikah, keçir. səadət, sözə bax. Sən yenə də roldasın. Sakitləş. Bəlkə bu tortu götürüb bir dəfə mənim sifətimə fırt vurasan. Sən mənim xoşbəxtin bacısı olduğumu bilmirdin. Yetər bu dözülməz həyat, bu yanğılı eşq, bu 100-cü görüş. Hələ qabaqda sifət tortlar var. Dünən tort almışdım, yadınızdadır? Yox. Ox. Qənimət gəlmişdi, yadınızdadır? Yox. Ox. Yadınızdadır? Yox. Qara ox. Yadınıza salım. Ölürəm də bu tort içində. Payınızı saxlayacağım. Qızı atarım, gəlib götürərsiniz. Bunu sanki mənə göstərirsən, durub sənin əzizlərin eşitdin ha? Əzizlərimin yanına gedəsən, bura gəl. Öldürücü. Az dur az. Gör gedək görək nə olur. Ver elində. Senden canlı aslan olur. Bak olmayma. Əli bir çək. Saçımı bırak. Oturun. Mən bir ana kimi oğlumun yanında olmalıyam. Yoxsa nəyimə lazımdır mənim orada kim kimi saçlayır, kim kimi başın yolur? Ha? Qənimət, nə olub, qolla nə olub? Ayma ne olacak? Oynar bir tane sözlüm ona, gittim yüzüne. Değdi bunun şestine, krahmalına inansa. Bir tane daha panduşka verdi, ayağım burkuldu kaldı elimin altın. Ayma! Axı dedim tortu evə apar, dedim. Mən bədbəxt nə bilim ki, bu tort silah olacaq, silaha çevriləcək. Dəyəcək kiminsə sifətinə. Ay mama, yavaş da, kişi. Nə dedin sən? Dedim yavaş da ama... Ondan sonra nə etdin Qənimət? Dedim ay mama, mama çağırdım, ne olub ki? Qənimət, He. özünü uşaq yerinə qoyma. Mən sənə müraciət formasını soruşuram. Nə dedin sən? Yadımdan çıktı Seva. Ne dedim ki? Qənimət, kislatanı atarım üzünə, üzünlə gözün bir-birindən qarışar. O maman Xədincədir səni tanımaza, bildin? Qudurma. Ne? Az! Diyesen üzünüze çok gülmüş ama ha! Bu dəqiqə bağışla məni çökərəm başıma. Qazı yolan kimi başımın tüklərini bir-bir yolaram. Dırnaqlarıma bax tutmamışam. Üzümü çırım ağlayaram. Səndən bir dişdən götürərəm ki. Səsi gedib Türkiyədəki uzun durazımın qulağına çatar. Hə Qənimət? Hə! Bu seriya bütün tort içindədir. Şipşirin, baxırıq. Çay olmayacaq. Heveslendik bir gün geldi çıktı. Biz üç bacı büyük şehre. Burada çoxu yeni dostlar tapdık. Ümidlendik aydın zəhərə. Sevinç tecrübe esiri. Yemek xoşbəxtim məhrizi. Bir komşularında her biri. Səadət səhnə dərsidir. Çöldə, işdə, evdə, firavanıq hər məqamda. Biz çox mehribanıq qonşularla xoşbəxt dolanırıq. Evdə yola getməsək də biz üç bacılar. Bax, hər kəs bunu bilir, hər tərəfdən min bir söhbət gedir. Kimsə tərsdir, kimsə yola gedir. Baxın sevin gülün gəldik, üç bacılar. Salam gələ.
Kələ, mən oturan vəziyyətdə oluram, Sevinç. Uzanan vəziyyətdə mən sənin üçün Sədrəddin müəlliməm. Bağışlayın Sədrəddin müəllim. Necəsiz Kələ? Necə? Lenin kimi. Başa düşmədim. Uzanılı vəziyyətdə. Mən başa düşəmirəm, o kişi illərlə necə uzanıb durub orada. Qonaqlarınız var idi, hə? Təsəvvür etsə olar, mənimlə münasibət göstərirlər uzanıb danışmağıma görə. Nereye Sədrəddin müəllim? Yenə dili başa düşməməkdənsə belə yaxşıdır da. Yaxşıdır, hə? Yaxşıdır. Ama, sahib mənim oğluna toy edir. Nəyi sevinirsən? Deyir ki, kişi, neçə illərdir səninlə bir yerdə düşürük, gəl, oğlumun toyunda bir-iki kəlmə söz de. Nə, hə? Təsəvvür edirsən onu. Sözü veririk Sədrəddin müəllimə. Mən də gəlirəm, o boyda toyun qabağında uzanır başlayır söz deməyə bir-iki kəlmə bəylə gəlinə. Hele, həmin anda gəlinin piyan qardaşları orada çay ağacının altına məni aparıb bastırmazlar diri-diri. Həmin toyun o hissəsini kəsib YouTube'a yerləşdirməzlər səncə? Sədrəddin müəllim, indi neyləyək? Xoşbəxtə deyək, sizin dilinizi tezdən qaytarsın. İndi yavaş-yavaş cəmaat da alışar da. İndi nə deyirsən? Cəmaat alışana kimi mən də alışım yanım kəpələk kimi. Hə? O günlər bir qadın gəlib səhv başa düşdü məni. Elə bir ki, uzanıb onu namök eləyirəm. Axşam gedib əlini götürüb gəlib gücdən başa salmışam. Yoxsa aparırdı gecə vaxtı məni tut ağacının altında diri-diri bastırmağa. Sədrəddin müəllim, yerə paralel olub danışa bilmək, yerə perpendikülər olub pəltə-pəltə danışmaqdan daha yaxşıdır. Ha? Yaralıyam dəymə, 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 dəymə. Gülümün tutasın əymə, əymə, əymə. Yaralıyam dəymə, 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 dəymə. Gülümün Uşaqlar, belə olmaz. Biz özümüzü çox sakit aparırıq. Çox voli vermişik qızlara, belə həddindən artıq, həddindən ziyadə. Elə ona görə sizi yığmışam bura. Gətirmişəm. Bu nədir? Əjdaha başı. Mərdan, mən bəyəm sənə dedim bura gələndə özünlə əjdaha başı gətirəsən. Mən belə avuçla yığışanda əjdaha başı gətirmirlər ki, həmişə. O teletamaşa idi. Təmiz başımı itirmişəm. Akışsa əjdaha başı lazımdır. Mənim nəyimə lazımdır? Onda qənimə söhbət nədir? Niyə yığmısan bizi bura? Xəbərimiz var ki ya, hamımızın sifəti par-par parıldayır. Məndə vasyondur, məndə poslibritiyadır. Yaxşı da özü ələ qatma, bildik də. Tortu deyirəm. Hər şeydən xəbərim var. Bilmirsiniz mən kimin oğluyam? Bu bizə qarşı olan bir xoşbəxt hərəkətidir. Biz kişilərə qarşı olan xoşbəxt hərəkəti. Vüsal, o boyda bank müdürüsən. Adın, sanın, hörmətin. Nə olar indi sevdiyin qadın olanda? Bu o deməkdir ki, indi sənin üzvə tort çırpmalıdır. Hə? Hələm sənin günüvə ağlayıram mənə. İndiyə qədər xoşbəxt sənə nə qədər tort yedizdirib. Hə? Nəyim, saymamışam. O var da 14 dəfə. Bir özü saymamışım. Saymayan 3 dəfə, 4 dəfə olar, 5-10 dəfə olar. 14 dəfə Mərdan. Biraz doludur. Sağ ol, indi sən birinci dəfədən xoşuma gəlmir, mən 14-cü dəfədən ləzzət eləmir. Heç dəxli var. Zarafat bir yana, əgər biz indidən qızların gözlərinin odunu almasaq, ölənə qədər üzümüz olacaq tortdur. Mən bunu sizə bir ailə başçısı kimi deyirəm. Gəlmər, bəlkə sənin üzünə də tortu Səyidə çırpıb, hə? Nə? Hə. Səyidə mənim üzümə tort vura bilər. Səyidə ki, indiyə qədər zarafat mənim üzümün su da çiləməyib. 2 bölərəm onu. İndi baxma, həyasızdır, amma öz yerini biləndi. Bir də arvad gərək kişiyə atasına elədiyi hörmət eləsin. Yox, elə bir kimsə tort çırpıb. Kim çırpıb sənə? Sevinç. Sevinç? Sevincin əli çatdı sən. İndi əli çatdı, çatmadı, vurub da. Bilirəm, baksin hər yerdə tutur. Mən səni tuta bilmirəm. Baş sponsor Baksel.
Sponsorlar: Min Bərəkət Halal Nemət, Jale Şirələri, Ülker Ticaret Markası. İşler necə gedir Sədrəddin müəllim? İşler demişken, Tarık desen burada yoktu, Türkiye'ye gidip ha? Yoksa yeniden maaşımın dalacak gelmişse paşka pulların. Da ben böyle danışabiliremse seninle inirəm burada. Amını başa salabiliremse böyle uzanıqlı vəziyyətdə. Niye ben sana paşka maaş vermeliyim? Sədrəddin müəllim, bəs siz məni işdən çıxarsanız, mənə verdiyiniz başqa pullar batar axı. Yenə pis yaxşı mənə verirsiniz də. Hiç bu arada fikirləşməmişdim. Doğrudan bak çok yaxşı nəzəriyyədir bu. Sen başın iş değil. Yok ben axmağam da burada paşka pulları batırım ha. Bunun danışılmaz zaten bu. Apararam seni tutağacının altında deli bastıraram ha söz. Sen helime söz. Sen ben paşka pul bir batırmasa ha. Müşşaka söz. Sen ben bakçı bak. Sen ben bak. Ay Kələr, indi nə işim? Sən mən yazırsın, işim gedir ofisdə. Çıx işte, Kələr, hə? Məni qovur. Sen yaşsan söz. Ama sen çıkarsın söz. Arada bir şüphesine bir yazmışlar, o şehit. Baş. Gedim Kələr. Diye. Sen o bacı hoşçu bak. O geçen tofa. Kələr. Xoşbəxtə bir dənə yekən tot. İşte bile, meyve bile, gülle bile. Beş parmağını yala. Oh, söz. Ay, onu sen diye sana başka maaşla al. Bir de onu şemmemi tut, afi saymalısın. Baş Kələr. Hər şey toyda. Ziyarətçizə bax. Araşdırmalar zamanı məlum olub ki, gəlinin qardaşları söz gedən şəxsi aparıb evin arxasındakı tut ağacının altında diri-diri bastırıblar. İndi isə onluğumuzun qalibi olan Tut Ağacı klipini sizə təqdim edirik. Tut ağacım, tut ağacım. Ağacı mı? Ne diyorsun? Eğer bir saat... İnansan əsəbimdən özümə yer tapa bilmirəm. Tarık burada olsaydı mən bu işi belə qoymayacaqdım. Bir də nömrəsi yoxdur səndə. Yaz. Al məndən zəng edin. Ay sağ ol. Plus 367 Aha. 34 55 Tələsmə. 72 55 00. Bu nə nömrədir? Çağırır. Çağırır. Tarık. Düşdü. Abi salam. Mənəm Qənimət. Nasılsın? Deyirəm necəsən? Yaxşı olasan. Mama papa necədir? Salam deyərsən bizdən. Çox sağ ol, göndərən sağ olsun. Tarık qurban gözlərvə. Deyirəm gələndə qardeşin üçün bir dənə o uzun cinslər olur, belə arxası sallanan. Moddaxı. Bir cüt gətirəsən mənim üçün. Yo, ona görə zəng eləməmişəm. Tarık, sən xəbərin var ki ya, sən burada yoxsan, sevinci ələyə qaçır. Tort vurub mənim üzümə. Yo, rahat danış ki, mən telefon mənim deyil. Heç zəng elədim səndən icazə alım. İndi annem, ablamı olsun. Sən mənə icazə verirsən, mən onun dərsini verim. Hə də tort vurmaq istəyirəm də üzünə. Yaxşı, kişi səndə kişi. Erkek. Tarık, bir dənə söz soruşum səndən. Bu İbrahim Tatlısesinin axırıncı uşağının qırxı çıxdı. Təzə olan uşaq. Yaxşı da, məscidin qapısını açıq görmüsən, ne deyəsən? Sözüm ağzımda qaldı. Mən burada əsəbimdən partlayıram. Güclə yadımdan çıxartmışdım. Yadıma saldın, hələ mən... Of, mən o səadəti tortun içində bastıraram. Mənə demirsən, Saadətin sıfatına o qədər tort vuraram. Nereden çalıştın ne? Xoşbəxt demək istirdim. İnanırsan, fikrimdə çıxdı. Neyse, uzun sözün qısası, sözümün canı.
Çıxırıq burdan, gedirik xoşbəxtin dükanına. Açıq müharibə elan edirik. Başqa dükandan tort alırıq, çırpırıq onların sifətindən, yaxırıq yaxşı, qoy bilsinlər ki, kişi necə olar. Hə? Amma heç kim heç nə deməyin ha. Heç kim heç nə bilməsin. Gizlin. Eşidirsiniz? Ulğunbuz olsun. Ağzınızda söz saxlamağı bacarın. Kişi söz. Eşitdiniz nə deyirəm? Dəqiq dükanda heç kəs yoxdur. Az görsən, görmürsən heç kim yoxdur. 3 dənə adam var, bir də Samirə. De gör, bizi bura niyə yığıbsan? Qızlar, oğlanlar bizə qarşı hücuma keçmək istəyirlər. Sağ olun. Düzdür. Biz onları cavab atəşi ilə, yəni hərəsinin üzünə bir tortu çırpmaqla susturmuşuq. Amma hələlik, çünki onlar bizə qisas almaq istəyirlər. Ona görə də biz hazırlıqlı olmalıyıq. Onlar bizim xoşbəxt hərəkatımıza qarşı çıxa bilməzlər. Qadın gücdür, qüvvədir. Troyanın əzəməti qarşısında. Yo, otur hələ bir dəqiqə, qoy mən də danışım da. Okey. Samirə, gəl bura. Deməli, gedirsən, girirsən kafeyə, səsin yoğun, qışqıra danışır, deyirsən, ey, oğlanlar, ağlınızı başınıza yığın ha. Qızlar deyir ki, biz özümüzə cavabda deyilik. Lazım olsa kifayət qədər tortumuz var, sizi kremlə bastırarıq, özünüzü yığışdırın. Böyle deyərsən. Olar mən ora ağatla gedim. Ağat qəşəng görsən, hə? Super. At? Hə də, mən çapar deyiləm bəyəm. Samirə, çapar. Deməli, sən buradan çıxırsan, çapa, gedirsən astanovkaya, orada ağ maşın gələcək, ona minirsən, gedirsən, düşürsən kafenin qabağında. Elə çapa da girirsən kafenin içinə. İşte. 20 qəpik də verərsən. Hə, götür, kasına götür, get. Əgər oğlanlar bunu gizlin eləyirlərsə, sən bunu hardan öyrəndin? Bunu sənə kim dedi ki? Kim dedi ki? Mamacanı özümü saxlaya bilmədim. Niyə? Zəng elədim sevincə, bitcə hamısını qoydum ovucuna. Hulqum yoxdur da, yoxdur. Mənim ürəyim xəstədir axı. Mən söz saxlaya bilmirəm, o dəqiqə ürəyim qubar bağlayır. Cəhənnəmə qara da görə, qoy elan olunmuş müharibə olsun, nə dəxli var? Qənimət, gördün ki, söz saxlaya bilmirsən, zəng elib 555-ə, Baksel operatorunda bütün nə sekretlərin var, danış. Da düşmənvə niyə zəng elib deyirsən? Bağışlayın, mən də öz partizan dəstəvizə qəbul eləyə bilərsiniz. Sən xeyr ola. Mən də. Hə? Medov. Tort vurub var üzvə. Can. Nə gündəsən ha sən? Kim vurub? O da o. Mən xoşbəxt hərəkatı adından gəlmişəm. Kimlə danışa bilərəm? Eşidirəm, sözünü de. Xoşbəxt xanım dedi ki, biz sizin əməllərinizdən xəbərdarıq. Özünüzü yığışdırın. Sizin nə qədərinizcə tortunuz var, nə də daydayınız var. Özünüzü yığışdırın. Təslim olun. Təslim olmaq? Bu sözlər deyəndə qorxmadın ki, səni peşman edərik, qız. Siz axı qorxulu deyilsiz. Fəxrəddin Manafovdan yaxşı olmayasınız. Simpatiknisiniz. Saadət xanıma halal olsun. Həm də ki, mən elçiyəm. Elçiyə heç vaxt heç nə eləmirlər. Heç nə eləmirlər? Yadında saxla. Kişilər heç vaxt təslim olmurlar. Ölürlər, amma təslim olmurlar. Əsl Spartalılar kimi get qızlara elə belə dedi.
Vüsal bəy. This is Sparta! Nüşabənin tortunlandı. Sliviçli yağlandı. Deməli oğlanlar belə dedi, hə? Deməli Vüsal vurdu tortu. Deməli Hektor. Aşiles, belə vəziyyətdə soyuqqanlı olmaq olmaz. Deməli Hektor. Yaxşı. Mən sənə göstərərəm. Hektor! Hektor! Vüsal. Ümidimiz sənədir. Səadət, sən səhv yoldasan. Lazım deyil. Samirəni sən vurmusan. Hey amma... Amması yoxdur bunun. Qıza el qaldırmısan Vüsal. Səadət, yaddan çıxart. Gəl barışaq. Şirlə dovşanın barışığı baş tutmaz. Sən bugün Kren gölündə boğulacaqsan. Gətir. Baba, biraz. Məncə yaxşıdır. Səncə az olmayacaq? Məncə yox. Hey! Şotlandlılar! Baxmayaraq ki biz yupka giymişik. Amma biz kişi qeyrətli qızlarıq. Kişilər bizə nə edə bilər ki? Tortlarımız tortlarından çox, istəklərimiz istəklərindən, pamadalarımız pamadalarından. Yox. Vəbşi tekstim necəydi? Ayda atınız nə rəngdədir? Samir, canınız zor rəngdədir. Saadət, gəl tortunu götür, elime bunu vur başına ha səni. Bu saat gələcəklə harda olsun, yoxsa gəl sən başına vuracağım bunu. Bunu götür. Mən döyüşə həmişə hazıram. Buyur. O
qeylimətib sənə inəyəcəm. Bax, qızlar gəlirlər. Hadi özünlə. Əvvəla hamınızdan uzanıqlı olduğuma görə üzr istəyirəm toya gələn qonaqlar. Bir balaca təzyiqim var. Necə? Gəlin çox vaxtı uzatmadan bir tut ağacı mahnısıyla toyumuzu davam eləyək. Çünki gəlin qardaşlarım məni çağırırlar tut ağacının altına. Bunun axırı qandı bunun axırı. Sənəddin benim. Buyurun. Bu da tortunuz. Buyurun. Belki çayda getirin. Yox, sən simentlə rastor düzəltdir orada. Ya tortla, simentlə rastor gedir də. Ya tortla çay gedir. Çay içərlər, tortlara çay ara. Tofiq, oradan siment rastor edər, Sənəddin müəllim istəyir. Sara! Ay Sara, bura gəl tez. Ne oldu Sənəddin müəllim? Otur. Sən başın işləyir. Sən dədən nənən tortu rastorla içiblər. Yox. Niyə? Çünki o vaxt tort olmayıb. Sara, o balacanın canı üçün deyirəm, sevinci deyirəm. Yəni, tarika nəzərəm, balaca. Bu dəqiqə səni apararam tut ağacının altına, diri-diri bastıraram ha. Bu tort nəyləndi? Hə, kremli tort. Ay sağ ol. Sən başını şişirmə, kremlə tort yiyirəm. Sən bilmirsən, sənin müdürün hansı tortu yiyir? Mən kremli tort yiyəndə mənim allergiyam olur. Mən meyvəli, sadə tort istəmişdim səndən. Sara, dur get, bir dənə kəndir, sabun hazırla, özü də get tut ağacının altına məni yozsa, gəlib səni diri-diri bastıracağım. Başı işləmiş, sən pəncəmə başı işləmə. Sara! Ey sen de. Eşek diye. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Sponsorlar: Min Bərəkət Halal Nemət, Jale Şirələri, Ülker Ticarət Markası. İkimizdə bir ürək var. Yarı səndə, yarı səndə, yarı məndə. Sevgi adlı bir ağacam. Budaq səndə, yarpaq məndə. Elbi, qalx yavaşca bax gör orada heç kim yoxdur, nəsə səslər gəlmir. Gör orada da var ya yox. Nə oldu? Tez oldu, görənmədim. Bir də bax, darıqma. Ehtiyatlı ol. Oradadılar. Uşaqlar deyirəm bəlkə təslim olaq, hə? Nə təslim olmaq, Kişi olun da biraz. Mənim bir təklifim var. Nə təklif? Deyir, limonka. Ata ora partlasın. Hə? Limonka? Limonka nədir? İndi görərsən. Ehtiyatlı ol. Qızlar, nəsə səsləri gəlmir ha. Bəlkə özlərini bir zvuka qoyublar. Samirə, seyləmə. Bu nədir? Kızlar, gözünüz aydın. Bu da bomba. Kulağınızı tutun, kulağınızı. Bu hiç partiyana oxşamır ki. Belə oldu. Yaxşı. Xoşbəxt. Plan B. Samirə, qaşıqları ver mənə. Yedizdirəcəyik onları. Yox, pampesdən dəyişəcəyik. Gətir onu bura. Bax belə,
Qaşıqlarınızı kremlə doldurun. Doldurun kremlə. İndi biz onları katapult ilə bombardıman eləyək, siz də baxın. Uşaqlar indi bizi bombalayacaqlar. Ağlıma bir dənə bomba ideya gəlib. Nə deyir? Deyirəm gəlin təslim olaq. Mən razıyam. Razıyam. Ha, bir dəqiqə dayanın. Ha, kişisiniz siz. Ne teslim olmaq? Ölərik. Amma teslim olmarıq. Uşaqlar, bir dənə yaxşı ideyam. Al, Qənimət xanım. Uyda. Qənimət keçib qızlar tərəfə. Təəccüblərsiniz ki. Qənimət! Qənimət! Ayıb olsun ha sen, ayıb olsun. Satqın. Satqın Qənimət. Vüsal, vallahi məni məcbur elədilər. Saadət mənə dedi ki, əgər onlar tərəfə keçsəm, mənə deyəcək hardan alını paltarlarını, harda tikdirir, harda zakaz elətdirir. Nə olar, başa düşün də məni. Neyse uşaqlar, tək qalmışaq. Güllələrimiz də qutarır. Mənim bomba bir ideyam var. Nə? Bu xoşbəxt hərəkatını necəsə başqa yolla məhv eləmək lazımdır. Kim yeri silah? Ağ bayraq qaldıraq. Əşi yox. Gərək xoşbəxt hərəkatının əsas adamını, yəni xoşbəxt hərəkatının başçısını, xoşbəxti vurmaq lazımdır. Xoşbəxti. Ağıllı fikirdir. Süper. Dur. Ben getdim. Bak gör oradan atan yoktu. Xoşbəxt, mən təslim oluram. Ağ bayraq, xoşbəxt. Güllələriniz qutarıb, hə? Elə sizin də. Mən bayaqdan tortları sayırdım. Uşaqlar, deyirəm bəlkə barışaq. Nə? Qənimət. Oğlanlarla barışmaq heç vaxt. Yaxşı, sakit. Onsuz da bir dənə tortumuz qaldı. Bağışla mən xoşbəxt. Tək silah elə mən xoşbəxt. Mübarizə apara bilmədilər bizlə. Bəs siz bilmirsiniz ki, Mərdan bizlə, xoşbəxtlə mübarizə aparma olmaz. Zahoşbəxt! İrəli! Baş sponsor Baksel. Sponsorlar Min Bərəkət Halal Nemət. Jale Şirələri. Ülker Ticarət Markası.